Bir daha hər vaxtınız xeyir olsun uşaqlar. Monitoringimizin riyaziyyatının izahlarına keçirik. Baxaq, deyir ki, kəsirlərin müqayisəsi hansı bənddə düzgün göstərilib? 7-də 7 və 7-də 1-i müqayisə etsək, 7-də 7 daha böyükdür. 7-də 1 və 7-də 5-dən 7-də 5 daha böyükdür. 7-də 5 və 7-də 4-dən 7-də 5 daha böyükdür. Cavabımız olacaq B variantı. Çünki məxrəcləri bərabərdir, ona görə də surəti böyük olan böyükdür. Əgər surətləri bərabər olsaydı, məxrəcdən kiçik olan böyük olacaqdı. Keçirik 32-yə. Deyir ki, Nicat əvvəl tortun 7-də 2-sini yeyib. Daha sonra 7-də 4-ünü yeyib. Deyir, Nicat tortun nə qədərini yedi? Bunları toplayırıq, eləyir 7-də 6 cavab olur. C variantı. 33-də deyir ki, verilmiş kəsirləri böyükdən kiçiyə doğru sıralayın. Ən böyükdən ən kiçiyə doğru. Bayaq da dediyim, surətləri əgər bir-biri ilə bərabərdirsə, məxrəci kiçik olan ən böyükdür. Bu da deyir ki, böyükdən başla, kiçiyə doğru get. Ən birinci olmalıdır 3-də 1, ən böyüyü 3-də 1-dir. Ona görə də C ilə D variantları getdi. 3-dən sonra böyüyü olacaq 5-də 1. Deməli, B də getdi. Cavabımız A variantı olmalıdır. Sonra 6-da 1 gələcək, sonra 9-da 1 gələcək. Yenə də deyirəm, məxrəclər bərabər olarsa, deyirik ki, surətdən böyük olan böyükdür. Amma surətlər bərabər olarsa, məxrəcdən kiçik olan böyükdür. Keçik 34-də aşağıdakılardan hansı 7-də 6 kəsirini ifadə edir? Baxaq, deməli, A variantında 1, 2, 3, 4, 5, 6, 7, 8 hissə var. Deməli, bunun məxrəci 8-dir. Rənglənmiş hissəsi isə 1, 2, 3, 4, 5. 5 ədəddir. Deməli, 7-də 6 olmadı, A variantı getdi. B variantında bütöv hissə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 hissədir. Və bu 9 hissədən 1, 2, 3, 4 hissəsi rənglənmişdir. Yenə də 7-də 6 olmadı. Bunu da silirik. C-də 1, 2, 3, 4, 5, 6. 6 hissə var. Rənglənmiş hissə 5-dir. C-də olmadı. Doğru cavabımız yəqin ki, D variantı olmalıdır. 1, 2, 3, 4, 5, 6, 7 dənə hissə var. Və bu hissələrdən də 6 dənəsi rənglənmişdir. Deməli, doğru cavabımız D variantı olmalı idi. Keçirik 35-ə. Deyir, aşağıda verilən kəsirlərdən neçəsi düzgün kəsirdir? Biz düzgün kəsir deyəndə nəyi nəzərdə tuturuq? Surəti məxrəcindən kiçik olsun. Yəni, surətdə böyük bir şey qoyub, məxrəcdə kiçik bir ədəd qoymaq, bu düzgün kəsir almaq demək deyil. Ona görə də düzgün kəsirlərin altından işarə qoyacaq indi. 8-də 5 düzgündür, 6-da 8 düzgün deyil, 4-də 3 düzgündür, 6-da 7 düzgün deyil, 8-də 9 düzgün deyil, 5-də 2 doğrudur, 1-də 3 doğru deyil, 9-da 6 doğrudur, 7-də 5 doğrudur, 9-da 9 doğrudur. Deməli, neçə doğrumuz oldu? 1, 2, 3, 4, 5, 6. Nəyi saymadım? Mənim burada saydığıma əsasən 6 dənə düzgün kəsir olur. Amma cavablarda yoxdur. Bəlkə də bu 9-da 9-u onlar götürməyiblər. O da ola bilər. Variantı yəqin ki 5 götürür. Amma biz niyə 9-da 9-dan istifadə edirik? Bu yanlış kəsir demək deyil ki, o da 1-ə bərabər olur. Əgər o cəhətdən yanaşıblarsa. Başqa da əgər uşaqlar gözümdən qaçan nəsə varsa, şərhlərdə mütləq yazmağınızı xahiş edirəm. Belə mən baxıram, amma yanlış bir şey görə bilmirəm. Əsas o da qaydasını başa saldım sizə. Yəni, məxrəc böyük olmalıdır. Surət balaca olmalıdır. Mən də indi orada baxıram, yəni səhv götürdüklərimdən elə səhv, necə deyim, əlavəsi yoxdur da ki, deyim 7 olacaq ya da 5 olacaq.
Yenə də siz də bir nəzər salarsınız qaydaya əsasən. Bəlkə mənim gözüm görmədi. 36. Aşağıdakı ədəd oxlarından 5də 3 hissəsi kəsri hansı hərflə işarə olunub? Əvvəlcə ona nəzər yetirmək lazımdır ki, 5 dənə hissə olsun. Burada 1, 2, 3, 4, 5 hissə var. Baxaq indi 1, 2, 3-cü hissədə də A verilib. Belə düzgün cavab A'dır. Sonra baxaq niyə görə C olmur? Çünki burada 3 hissəyə bölüblər. 5 hissədən ibarət olmalıydı. Sonra 1, 2, 3, 4 hissəyə bölüblər və B 4də 3də yerləşir. Yəni bu 3də 2-dədir. Bu 4də 3-dədir. D isə 1, 2, 3, 4, 4də 2-dədir. Ona görə də düzgün cavabımız A olmalı idi. 37-də deyir ki, şəklə əsasən A üstəgəl B kəsrini tapın. Tamam. Baxırıq indi neçə hissəyə bölünüb? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Deməli, məxrəci 10-dur. A dayanıb 1, 2, 3, 4-də, yəni A 10-da 4-dür. B isə dayanıb 5, 6, 7, 8-də. Bu da dayanıb 10-da 8-də. Burada cavab alınmalıdır D variantı 10-da 12. Çünki üstə gələndə məxrəc yerində qalır. Məxrəclər bir-birinə bərabərdirsə surətlər toplanır. Amma nəticə etibarilə düzgün olmayan kəsiri almış oluruq. Bunu daha balaca verərdilər gərək ki, düzgün də variant alınardı. Düzgün kəsir alınardı yəni. 38-də deyir ki, deməli, aşağıdakı hansı 2də 1 kəsirini ifadə edir? Yəni, bu nə deməkdir? Yarısı rənglənmiş olsun. 2də 1 demək, yəni 2 dənədən 1-in demək, yəni yarısı deməkdir. Baxaq indi, burada 1, 2, 3, 4, 5, 6, 7 var. 7 dənədən 4 dənəsi rənglənib. Bu 2də 1 demək deyil. Yəni, onu ixtisar etsək belə ki, eləyə bilmərik. Çünki 7 sadə ədəddir, ixtisar olunmur. 2də 1 olmur. Deməli, 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə burada var. O 8 dənədən də neçəsi rənglənib? 5 dənəsi rənglənib. Burada da 5 sadə ədəd olduğuna görə onu deməli, ixtisar eləyə bilmərik. Burada da 1, 2, 3, 4, 5, 6, 7 qoyulub və surətində də 5 olacaq. Bu da 2də 1-ə uyğun gəlmir. Burada isə 8-dən 4 dənəsi rənglənib. Bunu da əgər 4-ə ixtisar aparsaq, burada qalacaq 2, burada da qalacaq 1. Yəni, buranı da 4-ə bölürük, buranı da 4-ə bölürük. Deməli, ixtisar bu formada aparılır. 2də 1-ə bərabər olur. Cavabımız da olur D variantı. İndi keçirik növbəti 39-cu suala. 39-cu sualda deyir ki, 6-da A kəsiri düzgün kəsirdir. Buna görə də A-nın yerinə yazıla biləcək ədədlərin cəmini tapın. Əgər 6-da A düzgün kəsirdirsə, onda mən A-nın yerinə 1 qoya bilərəm, 2 qoyaram, 3, 4 və 5 rəqəmlərini qoya bilərəm. Ona görə ki, bir də 6 qoya bilərəm. İndi görək bunlar 6-nı burada götürüblər, yoxsa yox. Bayaqkında elə fikirləşirəm ki, götürməmişdilər. İndi görək cavab nə alınacaq. Deməli, bura olacaq 10, burada olacaq 11, 21. Aha, cavab var. Deməli, belə keçirik növbəti məsələnin izahına. Çünki bu ədədlərin cəmini istəmişdi deyə. 1 üstə 2, üstə 3, üstə 4 eləyir 10. 5 üstə 6 eləyir 11. 10-un üzərinə də 11, 21. 40-da deyir ki, kəsirin surətinə hansı ədədi yazılarsa müqayisə doğru olmaz. Məxrəci deyir 7-dir. Məxrəci 7 yazdıq. Bunlardan hansı deyir yazılsa müqayisə doğru olmaz. Aha. Təbii ki, D variantıdır cavab. Əgər mən bura 6 yazsam, 6 5-dən kiçik deyil axı. Ona görə də düzgün olmayacaq. 41-də deyir ki, aşağıda verilən model hansı qarışıq kəsirə aiddir? Baxaq, 3 dənə tam rənglənmiş var. Bunu, sonuncunu neçə hissəyə bölüblər? 4 hissəyə bölüblər. Neçə hissə rəngləyiblər?
bir hissə rəngləyiblər. Cavabımız da olur A variantı. 3 tam, digərinin isə 4-dən biri rənglənmiş olub. Keçirik 42-ciyə. 42-cidə deyir ki, aşağıdakı kəsirlərdən biri digərlərindən fərqlidir. Baxaq indi görək hansı. Aha, düzgün cavab B variantıdır. Niyə görə? Çünki bu düzgün olmayan kəsirdir. Onun məxrəci surətindən kiçikdir. Ona görə də B variantı düzgün variantımız olacaq. 43-də deyir ki, aşağıdakı şəkildə su qablarında suların neçə hissəsi dolu olduğunu göstərir. Buna əsasən hansı su qabında su daha çoxdur? Baxaq. Burada heç müqayisə etmədən bilə açıq-aşkar görünür ki, 3-də 3 daha çoxdur. Niyə görə 3-də 3 daha çoxdur? Çünki bu artıq 1-ə bərabərdir, tamamlanıb. Amma bunlar hamısı hissədir. Ona görə də düzgün cavab 3-də 3 olmalı idi. Yəni sarı qab. Bu bilirsiniz nə deməkdir? Bu qabın ağzına qədər dolu olduğunu göstərir. Məsələn, bu mavi qabı 5 hissəyə bölsəm, bunun biri doludur. Görürsünüz? Bu 10'da birinə bölsəm 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bunun da bir hissəsi, dibində bir damcı su var deməkdir. Bunun isə deyir 3 hissədən ibarətdir. 3-də 3'ünün hamısı doludur. Baxın, fikir verin. 3-də 3'ü doludur. 6'da 4'ə baxaq indi. 1, 2, 3, 4, 5. 1, 2, 3, 4. Bura qədər doludur. Gəlin bu cızları mən sileyim. Baxın, görün. Hansında daha çox su olacaq. Təbii ki, budur da ağzına qədər doludur. Ona görə də düzgün cavabımız sarı olmalı idi. 44'də deyir ki, verilən kəsirlərdən biri digərlərindən daha böyükdür. Nə demişdik? Surətləri bərabər olanın məxrəci kiçik olan böyükdür. Düzgün cavabımız A variantı olmalıdır. Verilənlərə görə hansı doğrudur? Müqayisə eləməyimizi istəyir. Baxaq görək. Deyir ki, K L-dən kiçikdir. Heç kiçik olar. Rənglənmiş hissəyə fikir verin. L-də nə qədərdir, K-da nə qədərdir? Ona görə də biz A variantını düzgün qəbul edə bilmərik. M-lə M-i göstərir. Deyir ki, M daha böyükdür. Amma niyə? İkisində də elə eyni qədər rənglənib də. Bunda da 2 hissədir. Bunda da demək olar 2 hissədir. Bərabər olmalıydı. Bu da getdi. Deyir, M L-dən kiçikdir. Xeyr, dedik ki, M-lə L bir-birinə bərabərdir. Baxın, M-lə L-in bərabər olduğu D variantında özünü göstərir. Bakıdan Qazaxa gedən qatarın hər vaqonunda 96 sərnişin vardı. Sərnişinlərdən 8-də ikisi Yevlaxda, 8-də 3-ü Gəncədə düşdü. Qalan sərnişinlər isə Qazaxda düşdü. Qazaxda düşən sərnişinlərin sayı nə qədərdir? Mən bu tip məsələləri siz necə eləyirəm? Mən həmişə baxıram ki, deməli, 8-də ikisi Yevlaxda düşüb. 8-də 3-ü Gəncədə düşüb. Deməli, ümumilikdə nə qədərsə düşüb? 8-də 5-i düşdü, getdi. Düzdürmü? 8-də 5-i düşübsə, nə qədərsə qalıb deməkdir. Deməkdir ki, 8-də 3-ü qalıb da. Əgər 8 dənədən 5 hissəsi düşübsə, 8-də 3-ü qalıb da deməli. Onda mən də nə edərəm? Elə asan variantdan 96-nı bölərəm 8-ə, vuraram 3-ə. O da 96-nı 8-ə böləndə düşür 12, vuranda 3-ə düşür 36. Cavab da olur A variantı. Və bunun bir başqa uzun versiyada necədir? 96-nı 8-ə bölüb 2-yə vurarsınız, Yevlaxda düşənlərin sayını taparsınız. Daha sonra 96-nı 8-də 3-ünü tapmaq üçün 8-ə bölüb 3-ə vurarsınız, Gəncədə düşənlərin sayını taparsınız. Daha sonra 96-dan Yevlax və Gəncədə düşənlərin, yəni tapdıqlarınızı çıxarsınız, qalan sərnişinləri o zaman tapa bilərsiniz. Belə. Keçirik 47-ci məsələyə. Deyir, verilən kəsirlə aşağıdakı hansı kəsirlərin cavabı eynidir?
Baxaq indi bunun cavabı birinci nə eləyir? Bunun cavabı eləyir 12-də 11. İndi baxaq görək. Cavab elə A variantıdır da 12-də 11 eləyəcək. Keçirik aşağı. Aşağıda birinci düzgün olmayan kəsirlərdir. D variantında 24-də 11 olacaq. 12-də yox. Yəni onu heç ixtisar eləməklə də 12-də 11-ə çatdırmaq olmaz. B variantında da ki, deməli 24-də ortaq məxrəc götürsək, 15-dən çıxmalı yox, 8-i. Bu da eləyir 24-də 7. Bu da ixtisar olunmur. Ona görə də düzgün cavabımız olmalıydı A variantı. Keçdik növbəti səhifəyə. Növbəti səhifədə deyir ki, şəklə əsasən verilən kəsr modelində mavilər üzgüçülük, narıncılar futbol, çəhrayılar isə basketbol kursuna gedən şagirdlərin sayını göstərir. Məktəbdə cəmi 600 şagird olduğuna görə futbol kursuna gedən şagirdlərin sayı nə qədərdir? Birinci nəyə baxmaq lazımdır? Birinci baxmaq lazımdır ki, burada ümumilikdə neçə dənə hissə var. Biz futbolun hissəsini tapmaqdan ötürü nə edirik? Deməli 1, 2, 3, 4. Daha sonra 1, 2, 3, 4, 5, 6. 4'ü 6'ya vursam eləyəcək 24. Deməli burada 24 dənə hissə var. O 24'dən 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənəsi, 24'də 10 dənəsi futbola gedir. İşimi rahatlaşdırmaqdan ötürü bunu laf ixtisar da aparıram. 2'ye ixtisar etsəm düşəcək 12'də 5. İndi mən 600'ün 12'də 5'ini tapsam futbola gedənlərin sayını tapacam. 600'ü bölürəm 12'yə. Bu eləyir 50. 50'ni də vururam 5'ə. Bu da eləyir 250. Deməli düzgün cavabımız olmalıydı. B variantı. Keçirik 49'a. Uyğun müqayisəni deyir, göstərin. Burada baxırıq neçə hissə var? 1, 2, 3, 4, 5. 5 hissədən biri rənglənib. 5'də 1. Daha sonra 1, 2, 3, 4. 4 hissədən biri rənglənib. Daha sonra 3 hissədən biri rənglənib. 3'də 1 ən böyük olacaq. 4'də 1 ortancıl olacaq. 5'də 1 isə ən kiçiyidir. Düzgün cavabımız D variantı olmalıdır. Niyə götürdük? Çünki surəti bir-birinə bərabər olan kəsirlərin məxrəci kiçik olan ən böyük sayılır. 50-cidə verilən modellərdən hansı qarışıq kəsirləri ifadə edir? Qarışıq kəsirləri ifadə edən baxaq. Aha. Düzgün cavab D variantı olacaq. Əslində burada heç beyni də çaşdırıcı veriblər. Ona görə ki, birin bütöv rəngləyiblər də. Tabi bir hissə bütöv rənglənib. Onda bu 1 tam 4'də 1 kimi də nəzərə almaq olar. Prosta bunu yəqin ki, hissəyə bölüblər ki, cavabı götürməyək. D variantı 1 tam 4'də 1'dir. Bunu da yəqin ki, 8 götürüblər. 8'dən 5'ini rənglənmiş kimi göstəriblər. Burada isə deməli, burada da 8'dən 3'ünü rəngləyiblər. Burada da 8'dən 1'ini rəngləyiblər. Qarışıq ədəd kəsirin ifadəsi D variantında düzgündür. 51'də deyir ki, şəklə əsasən H çıxılsın G ifadəsinin qiymətini tapın. Baxaq. Aha. Görək neçə hissəyə bölüblər? 1, 2, 3, 4, 5, 6, 7. 7 hissəyə bölüblər. 7'də 2'də C dayanıb. 7'də 6'da H dayanıb. Burada nəyi soruşur? Çıxmasını soruşur. H-dan C-ni çıx deyir. Yəni 7'də 6'dan 7'də 2'ni çıx. 6'dan da 2'ni çıxanda edir 7'də 4. 52'də deyir ki, şəklə əsasən K və L hərflərinin yerinə hansı ədədlər yazıla bilər? Elə olsun ki, kiçik olsun. Bax, surətləri bir-biri ilə bərabərdir. Deməli, mən ondan böyük ədəd bura qoyacağım. Məsəl üçün, buradan indi baxaq da variantlarda. K-nın yerinə 6 qoysam, bura böyük olacaq. Çünki surəti bərabər olanlardan məxrəci kiçik olan böyük olur. Ona görə A variantı getdi, C variantı da getdi. B ilə D-dəki K-ları amma istifadə eləmək olar.
Keçir digər tərəfə. Elin də yerinə deməli ondan kiçik ədəd qoyulmalıdır ki, surətləri bir-biri ilə bərabərdir. Məxrəci gərək bura kiçik ola ki, ondan böyük ola. Ona görə də cavabımız D olacaq. Yəni K-nın yerinə 16, burada 7 yazsaq, bu iki kəsirdə surətlər eyni olduğuna görə məxrəci kiçik olan böyük olacaq. Digər iki kəsirdə isə yenə də məxrəci kiçik olan böyük sayılacaq. Çünki yenə də deyirəm, surətləri bir-biri ilə bərabərdir. Cavabımız D variantı oldu. 53-də deyir ki, verilən kəsir xəttinə görə 375 kilometr yolun yaşıl hissəsi asfaltlanmışdır. Asfaltlanmamış neçə kilometr yol qalıb? Baxıram ki, asfaltlanmamış buradan bura qədərdir. Deməli 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 15 dənə hissəyə bölüblər. O 15 hissədən də 1, 2, 3, 4, 5, 6, 6 hissəsi asfaltlanmayıb. Deməli 375-i 15-ə bölüb. Burada da deməli 30, burada 2 dənə düşəcək 30-un içərisində. 75-in də içərisində 5 dəfə düşür. Olur 25. 25-i də vursam 6-ya olacaq 150. Düzgün cavabım olacaq C. Yəni mən buradan bura asfaltlanmamış yolu bu formada tapa bilərəm. Ümumi hissə sayılır. Hissəyə bölünür, ümumi hissə sayına bölünür və bura nə yazmışdıq? Yazmışdıq 25. Aha. Asfaltlanmamış yolun qədərinə vurulur. Deməli, keçdik 54-də yuxarıda verilənlərə görə K plus J minus L ifadəsinin qiymətini tapaq. Ümumilikdə neçə hissəyə ayrılıb? Birinci 10-a baxırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 hissəyə ayrılıb. J 3-dədir. Deməli, K-nın üzərinə J-nı gəlməliyəm. K-da ki, 1, 2, 3, 4, 5, 6-dadır. Yəni 9-da 6 gəldim. Bu eləyəcək 9-da 9. Mötərizəmizin içərisi 9-da 9 oldu. Eldə 9-da 8-də dayanıb. 9-da 8. Onda cavab olmalıdır 9-da 1. Cavabımız olmalıydı B variantı. 55-də deyir ki, K-nın yerinə hansı ədəd yazılsa bərabərlik doğru olar. İlk növbədə bu hissəni hesablamalıyıq. 22-dən 14-ü çıxanda eləyəcək 8. Məxrəcində də olacaq 15. İndi deməli biz bu hissəyə baxmırıq. Baxırıq ki, deməli K-nın yerinə 1 yazsam mən, burada olacaq 15-də 8. Çünki 1-in üstünə 7 gələndə 8 eləyir. Və 15-də 8-ə bərabər olacaq. Cavabımız da olur A variantı. Keçirik son 5 suala. Son 5 sualdan 56-cıda deyir ki, aşağıdakilərdən hansı yanlışdır? Baxaq. Deməli, belə A variantı yanlışdır. Çünki surətləri bir-biri ilə bərabərdirsə, məxrəci kiçik olan böyük olmalı idi. Bu tərəfə baxmalı idi. C variantında düzdür. 2 3-dən kiçikdir. B variantında məxrəclər eynidir, surəti böyük olan böyükdür. D variantında da məxrəclər eynidir, surətdən böyük olan böyükdür. Ona görə də cavabımız A variantı olmalıydı. 57-də deyir ki, hər qabda 12 portağal vardır. Portağalların 8-də 5 hissəsi uşaqlar yedi. Uşaqlar neçə portağal yedi? Deməli, 12 də portağal var hər birində. Onda ümumilikdə demək hər birində 12 dədirsə 12-ni vururuq 4-ə, eləyir 48. Deməli ümumilikdə 48 dənə portağal var. Və biz bunun 8-də 5 hissəsini tapmaq üçün 8-ə bölüb 5-ə vururuq. 48-i 8-ə böləndə eləyir 6, 6-nı 5-ə vuranda eləyir 30. Düzgün cavabımız olmalıydı B variantı. 58-də deyir ki, Fərid 60 testin 6-da 4 hissəsini yazmışdır. Fərid daha nə qədər test işləməlidir? Yenə də deyirəm, əgər 6-dan 4-ün yazıbsa, yazılmayan nə qədər qalıb? 6-da ikisi yazılmayıb da. Onda belə çıxır ki, 60
Bölərəm 6-ya. Vuraram 2-yə. O da eləyəcək 20. Düzgün cavabımız 20 olmalıdır. Yəni işləməlidir 20 test. Belə məsələn digər yolda var. 60-ın 6-da 4-ünü taparsınız. Bu eləyər 40. 60-dan da 40-ı çıxarsınız. Bu da eləyər 20. Belə də eləmək olar. Mən dediyim kimi də. Bir güldanda 45 çiçək var. Bu çiçəklərin 5-də 3 hissəsi quruyub. Güldanda neçə çiçək quruyub? Bax, quruyanı soruşur. Onda belə çıxır ki, biz 45-in 5-də 3-ünü tapacaq. 45-i 5-ə böləndə 9, 3-ə vuranda 27. 27 dənə çiçək qurumuş sayılır. 60-da deyir ki, 25-də bir kəsrinin surətinə hansı ədədə əlavə etsək, kəsrin qiyməti 1-ə bərabər olar. Ümumiyyətlə, kəsrin qiyməti nə vaxt 1-ə bərabər olur? 25-də 1-in üstünə 25-də neçə gəlim ki, kəsrin, yenə də deyirəm, qiyməti 1-ə nə vaxt bərabər olur? Kəsrin məxrəci ilə surəti bir-birinə bərabərdirsə, həmin kəsr bir-birinə bərabərdir. Onda deməli, x-in yerinə mən nə yazaram? 1-in üstünə neçə gələrəm? 25 eləyər. Təbiidir ki, 24 yazsam. Bu da 60-cı sualın izahı idi. Hər birinizə bol-bol uğurlar arzulayıram. Yanlışlar sizdə varsa mənə mütləq məlumat verin. Mənim də gözümdən qaçan hər hansısa bir nüans olubsa, şərh bölməsində yazarsınız. Sağ olun, sağlıqla qalın.